Bu qadın ərini həbsxanadan qaçırmaq üçün 10 ay ərzində pilotluq dərsləri aldı. 1986-cı il Nadine Vojur adlı bu qadın pilot değildi. Amma əri Michel Parisin ən ciddi rejimli Lasent həbsxanasında idi. Nadine sadəcə oturub gözləmədi. Saxta adla tam 10 ay müddətində pilotluq dərsləri aldı və o gün gəldi. Qadın icarəyə götürdüyü helikopterlə birbaşa həbsxananın damına indi. Əri Michel isə mühafizəçiləri aldatmaq üçün əlində qumbara kimi boyanmış şaftalı tutmuşdu. Michel damdan helikopterə tullandı və cütlük gözdən itdi. Azadlıqları cəmi 4 ay çəkdi. Uğursuz bank soyğununda Michel yaralanıb tutuldu. Nadine də həbs edildi. Amma bu hadisə Fransa tarixinin ən cəsarətli qaçışı kimi yadda qaldı. Bəs siz sevginiz üçün belə bir riskə gedərdiniz? Fikirlərinizi rəydə yazın. Daha çox belə dosyalar üçün səhifəni izləməyi unutmayın. Tarixin ən gizli əməliyyatının təfərrüatları və dəhşətli faktlar barədə videonu indi Cinayət Dosyası YouTube kanalından izləyə bilərsiniz.